Suits on the hill say tighten that belt while they polish their flags and they count what we've done. I ain't just stepping stone. I won't march to your deadline. You can change my head. Heç kim qaçmırdı, amma havada təhlükəli bir qadağanlıq hissi var idi. Şimal və qərb sektorlardan boşaldılıb. Son təxliyə marşrutu tərk etdədir. Konvoy Bunker zonuna məsafə 3 dəqiqə. Yenidən yerləri sayın. Yoxdur, bütün heyət və mülki şəxslər nəzarət altındadır. İnfrastruktur. Zədələnmə yoxdur. Kids where the sand burns the sky. Call it some cause you can spell in the lies. We get a letter and a folded up flag. You get a bonus and a new alibi. I ain't just stepping stone. I won't march to your deadline. You can chain my hands. You won't chain my mind. I ain't just stepping stone. Hörmətli sərnişinlər, zəhmət olmasa, axıra kimi hamınız sırayla hərəkət edin. İndi qapılar açılacaq və hasarlanan yolda metro gedəcəksiniz. Dəmir çərçivələrdən kənara çıxmaq olmaz. Mən gözləyirdim ki, qapı açılan kimi içəridə səs salan oğlanlar və ağlayan qızlar hərəsi bir tərəfə dağılışacaq. Amma sən demə təhlükə anında heç kim bir-birindən ayrılmaq istəmir. Hamı qorxusundan çox intizamlı olmuşdu. Heç kim narahat olmasın. Sizin tanışlarınız, qohumlarınız hamısı içəridədir. Onları görmək üçün cəhd və nizamla hərəkət edin. Xahiş olunur, sıranı pozmayın. Marşrut bağlansın. Tamamlandı, statusuna keçirik. Aydındır, tamamlama prosesinə keçirik. Diqqət! Bütün vətəndaşların nəzərinə. Üzərinizdə olan bütün şəxsi əşyalar qutulara yerləşdirilməlidir. Hər bir vətəndaş yoxlayıcı aparatdan keçməyə borcludur. Qaydaların pozulması təhlükəsizlik sisteminin müdaxiləsinə səbəb olacaq. Əməkdaşlığınız üçün təşəkkür edirik. Təhlükəsizliyiniz bizim prioritemizdir. Diqqət! Bütün vətəndaşların nəzərinə. Üzərinizdə olan bütün şəxsi əşyalar qutulara yerləşdirilməlidir. Hər bir vətəndaş yoxlayıcı aparatdan keçməyə borcludur. Qaydaların pozulması təhlükəsizlik sisteminin müdaxiləsinə səbəb olacaq. Əməkdaşlığınız üçün təşəkkür edirik. Təhlükəsizliyiniz bizim prioritemizdir. Diqqət! Xanım, bu sizin təhlükəsizliyiniz üçündür. Xeyr, bu mənim şəxsi mülkiyyətimdir. Siz onu əlimdən ala bilməzsiniz. Yox, vermirəm. Qoy növbə qutarsın. Siz mənə nə baş verdiyini deməmiş telefonumu verməyəcəm. Özdəki atamla danışmalıyam. Bura bax, elə bilirsən mənə telefon lazımdır. Vel bura görə tələb edirlər. Çox gözləyəcəksən. Növbəni saxlama. Hər bir vətəndaş yoxlayıcı aparatdan keçməyə
Telefonu versəm atamla necə əlaqə saxlayacaqdım? Birdən müharibə başlasa, amma hər nə olursa olsun telefonumu niyə istəsinlər ki? Diqqət, diqqət. Bütün vətəndaşların nəzərinə. Üzərinizdə olan bütün şəxsi əşyalar qutulara yerləşdirilməlidir. Hər bir vətəndaş yoxlayıcı aparatdan keçməyə borcludur. Qaydaların pozulması. Telefonunu ver. Buyurun, yoxlayın. Mən telefon işlətmirəm. Əməkdaşlarımız üçün təşəkkür edirəm. Qəribədir, axı deyəsən məktəbin həyətində onun əlində telefon görmüşdüm. Ay qız, dicəlirsən ya yox? Xanım, mənə nə baş verdiyini deyə bilərsiniz? Bizi niyə bura salmısınız? Mən nə bilim. Mən də sənin kimi. Görmürsən, ölkədə nəsə baş verib. Bizi əsəbləşdirməkdənsə, bəlkə adam kimi keçəsən içəri. Təhlükəsizliyiniz bizim Niyə telefonları yığırsınız? Olmaz da olmaz. Mənə belə deyiblər, mən də belə eləyirəm. Kim deyib? üzərinizdə olan bütün şəxsi Metronun rəisi hamıya deyib. Nəyimə lazımdır sənin telefonun? yoxlayıcı aparatdan Bax bura 5 səbət telefon var. Bəlkə aşağıda şualanma var, nə bilim, nə zibil var. Ona görə olmaz. Aşağıda harda? Telefonumu ver, keç gör də. bizim riyasetimiz Bax, bu təsdiqinə görə yoldaşlarından da ayrıldım. İndi burada dava eləməyin yeri yoxdur. Uşaqlar da məndən getdikcə uzaqlaşırdı. hər bir vətəndaş yoxlayıcı aparatdan keçməyə borcludur. Qaydaların pozulması. Eyni sürüdən ayrılma qorxusu məni də özünə tabe eləmişdi. Qorxudan ürəyim əsirdi. Heç vaxt düşünməzdim ki, metroda tunellərdən əlavə belə bir yol var. Divarlara əl vurmayın. Cəryan ola bilər. Ayağınızın altına baxın. Ehtiyatlı olun. Almı növbə ilə. İndi aşağı inəcəyik. Gördün? Mən sənə deyirdim ki, metroda məxfi yerlər var. Yerin dibinə gedir. Orada da bunkerlər var. Sənsə inanmırdın. Bizim qohumumuz polkovnikdir. O özü neçə dəfə bura düşüb. Hörmətli vətəndaşlar, burada liftlərə minib təhlükəsiz yerə gedəcəksiniz. Aşağıda sizi qarşılayacaqlar. Amma xahiş edirik, növbə ilə minin. Bir liftdə 5 nəfərdən artıq adam minməsin. Liftə daxil olanda hərəkət etməyin. Düymələri basmayın. Bu liftlər çox köhnədir. Ehtiyatlı olun. Yanınızdan çıxarmayın. Hər kəsin təhlükəsizliyi ən birinci özündən asılıdır. Doğrudan da köhnəlmiş pastı bir lift idi. Aşağı düşdükcə hiss eləyirdim ki, uzun müddət günəşi görə bilməyəcəm. Heç vaxt bunkerdə olmamışdım. Bu anlayış ümumiyyətlə mənim həyat tərzimə zid idi. Nə boyda olur bunker? Nə olur içində? Bu haqda mənə nə müəllimlər danışmışdı, nə də valideynlər. Nə deməkdir bu yeraltı şəhər? Siçovullar və zəif lampalarla dolu bu adsız küçələrdə nələr var? Kimlər yaşayır? Necə işləyir? Elə bil yuxuydu. Mən artıq qorxmurdum. Əslində özümü böyük və güclü ölkənin vətəndaşı kimi hiss eləyirdim. Sən demə mənim görmədiyim nə qədər şey var imiş. Heç ağlıma gəlməzdi ki, şəhərin altında bu boyda tikili, bu boyda böyük sistem qurula bilər. Bütün qonşuların qapısını döyüb, hamını həyətə çıxartdılar. Dedilər, tələsib avtobuslara minməliyik. Əvvəlcə elə bildik, oğrudurlar. Sonra onlar bizi inandırdılar. Həyətə düşdük. Bizi göy avtobuslara yığıb bura gətirdilər. İş otağımızın qapısı açıq qaldı. Görəsən onlar sonra bir-bir qapıları bağlayacaqlar? Müharibə başlayıb.
Bu adam heç Azərbaycanlıya oxşamırdı. O Avropalıya, daha çox Skandinav millətinə oxşuyurdu. Qəribə və soyuq baxışları məni narahat edir. İçimdə qəribə şübhələr yaradırdı. Hörmətli vətəndaşlar, heç bir narahatçılığa səbəb yoxdur. Siz Bakının ən böyük yeraltı zirzəmilərindən birinə yerləşdirilmisiniz. Burada 10 mindən çox adamın yaşaması üçün şərait yaradılıb. Bu bunker hələ 2-ci Dünya müharibəsi dövründə Stalin əmri ilə gizli olaraq tikilib və Bakı metrosu tikilən dövrdə bunkerə yollar ayrılıb. Bunker nüvə silahları, qırıcı təyyarələrə qarşıdır və müharibələrdə insanları xilas etmək üçün nəzərdə tutulub. Burada insanların 6 aydan artıq yaşaması üçün qida və digər bütün şərait təşkil olunub. Sizin hamınızı birazdan qruplara böləcəklər və sizə öz otaqlarınızı göstərəcəklər. Narahat olmayın, sizin yaxınlarınız və dostlarınız da bu kimi bunkerlərə yerləşdirilib. Gündə 2 dəfə yemək olacaq. Burada toplaşacaqsınız. Dəhlizin sonunda qadınlar və kişilər üçün hamam var. Həftədə 2 dəfə istifadə edə bilərsiniz. Nizamlı olmağınızı və buranın qanunlarını pozunmağınızı sizdən xahiş edirik. Narahat olmayın, özünüzü evinizdəki kimi hiss edin. Bir-birinizdən bahis etməyin, növbələri pozmayın. Təşəkkür edirəm. Görsünüz bizə nə dedilər? Hamımız burada bir ailə kimi qorumalıyıq bir-birimizi. Gəlin hamımız bacı qardaş kimi bir yerdə köməkləşək, Allah rızası üçün. Nə olub axı? Müharibədir? Ay qardaş, nə baş verib? Mənim ailəm Gəncədədir. Təkcə başladı bu evakuasiya. Ay qardaşlar, mən Asmayam. Bilirsiniz burada həkim olur ya yox? Onlar bizə dərman haqqında heç nə demədilər. Burada dərman var görəsən. Gəlin bir eləyək. Hamının sualları var. Amma gəlin bir nəfər təyin eləyək. Gedib yuxarıdakılara bizim sualları versin. Aha, ən düzgün variant budur. Mən də razıyam. Başım ağrırdı bu müzakirələrdən. Niyə mən bugün dərsə gəldim ki? Axı bircə nəfər yaxınım burada olsaydı. Ya anam, ya atam. Yaxşı, yaxşı. Debəstirin. Hələ bunlara cavab alaq, sonra o biriləri də verərik. Onsuz da cavablar yadımda qalmayacaq. Nə olar bir nəfərə deyin ki, mən Nəriman Hümbətovun qızıyam. Onlardan bəlkə kimsə tanıdı. Atam neft şirkətində işləyir. Bəlkə o da burdadır. Bəlkə elektriki kəsiblər. Lift niyə açılmır? Zibilə qalsın, qaldıq burada. Metronun sərin küləyini hiss eləyirdim. Cəmaət çox olsa da basa-bas deyildi. Ona görə isti də deyildi. Rahatlıq üçün hər şərait var idi. Yer hamar idi. Düzdür, əşyalar biraz tozlu idi, amma bunu başa düşmək olardı. Bura heç kəs düşmürdü axı. Yerin dibi olsa da buralar işıqlıydı. Hamını görmək və seçmək olurdu.
Xanım, bilmirsiniz yuxarıda nə baş verib hə? Bizi bura niyə gətirirlər? Narahat olmayın. Sizə lazım olan hər şeyi deyəcəklər. Ay qızım, biz sənin üçün nəyik burada? Bu qədər adam basmısınız bu quyuya, hələ deyirsiniz narahat olmayın. Mənim balalarım bilmirəm hardadır, oğlum hardadır, qızım hardadır, ərim hardadır. Narahat olmayın, necə narahat olmayım, hə? Yemək də olmur, yanıcarımız ailəmizin yanındadır. Xanım, mən heç nə deyə bilmirəm. Mən özüm də bilmirəm nə baş verib. Bu sadəcə mənim işimdir. Sənin adın nədir? Adım Nərgizdir. Mən də əziz kişiyəm. Bax, bu boyda millət yığışıb verib əziz kişiyə bu boyda sualları ki, qalx yuxarı deyil. Liftə basırıq. Lift işləmir. Bax, bu nə deməkdir? Lift niyə işləmir? Əziz müəllim, lift ancaq yuxarıdan basılanda işləyir. Buradan yuxarı sadəcə siqnal gedir. Bizim işimiz sizi gündə 2 dəfə yeməklə təmin etməkdir. Yaxşı, Nərgiz qızım. Nə olub ki, bizi bura yığıblar? Müharibədir. Mən heç nə bilmirəm. Məni bura səhər saat 8-dən çağırıblar. Həmişəki kimi yemək hazırlığını görmüşük. Necə yəni? Siz bilmirdiniz ki, cəmaatı bura salacaqlar? Bilsəydim nə olub deməzdim sizə. Mən burada işləyirəm. Biz həftədə bir dəfə bura gəlib ambarları yoxlayırıq və vaxtı keçmiş məhsullar haqqında ərizə yazırıq. Mən adı xidmətçiyəm. Bunlar da heç nə bilmirik burada nə baş verir, niyə baş verir bilmirik. Heç ola bilməz ki. Siz orada yuxarıdakılarla bir yerdə olasınız və heç nə danışmayasınız öz aranızda. Bəyən müdirlərin söhbətini işçilər bilir. Müdir kim daxı? Gözləyin, biz yuxarıdan bir adam göndərərik. Suallarınızı bizə verin, onlara çatdıraq. Yanımda oturan bir qızla danışdım. Adı Aydan idi və universitetdə oxuyurdu. O çox qorxurdu. Məndən böyük olsa da hiss eləyirdim ki, mənə daha çox ehtiyacı var. Qardaşına zəng eləmək istəyirdi. Amma onun da telefonunu almışdılar. Kimin telefonunu almamışdılar ki? Hamı burada əliyalın idi. Bu səhnə hamıya çox pis təsir eləyirdi. Axı onların da yaxınları hansısa yollarda növbələrdə ilişib qalmışdı. Həm bayırda nə baş verdiyini, həm də nədən qorxacaqlarını bilmirdilər. Aydan da susmaq bilmirdi. Görəsən nə olub? Niyə bizi bura salıblar? Sən özün nə fikirləşirsən? Nə bilim, düzdür suallarım çoxdur, amma heç bir variantım yoxdur axı. Bəs səncə niyə buradayıq? Bakıda müharibə gedir. 100% müharibədir. Hardan bilirsən axı? Niyə birdən müharibə olsun ki? Gənc xanımlar burada nə danışır? Niyə sizin ağlınıza belə şeylər gəlir? Yaxşı, bəs onda nə baş verib? Niyə demirsiniz bizə? Xanım qız, bizim işlərimiz lap çoxdur. Vaxtı gələndə hər şeyi biləcəksiniz. Hələ sizi otaqlara bölmək lazımdır. Sonra paltarlar vermək, sonra yolda qalan adamları gətirmək. Hələ sizə nəzarət edənləri göndərmək. Bilirsiniz bu necə çətin işdir. Burada xəstə və qoca insanlar var. Yuxarıda 100 nəfərlik komanda ancaq sizin rahatlığınız üçün çalışır. Şəhərdə yüzlərlə avtobus sizin kimi insanları bunkerlərə toplayır. Hamı işləyib, hamı çalışır. Narahat olmayın. Axı siz nə qədər çox narahat olsanız, bizim işimiz o qədər çox çətinləşəcək. Daha heç nə deyə bilmədik. Çünki o düz deyirdi. Bu kişi çox ağıllı adama oxşuyurdu. Həm də bu qədər narahatlıq nəyə lazımdır ki? Axı hər halda 21-ci əsrdir. Nə aclıqdan öləcək, nə də soyuqdan. Sadəcə ölkədə nəsə təhlükəli bir şey olub. Bizi də o təhlükədən qoruyurlar. Yəni doğrudan da bu vaxt yatır? Cəmaət qorxu təlaş içində o da başını divara söküb yatır? Ola bilməz. Hörmətli vətəndaşlar, indi sizi otaqlara yerləşdirəcəklər. Zəhmət olmasa sıra ilə düzülün.
Səsə görə narahat olmayın. Siz otaqlarda olsaydınız, bu səs sizi narahat etməzdi. Bu bizim səhvimizdir. Üzr istəyirik. Elə bil bu boyda evakuasiya, bu boyda hadisələr onun heç vecinə də deyildi. Bütün axşam davam edən söhbətlərdə onun səsini bircə dəfə də eşitmədik. Silah-sursatımız da az. Təfiyə qalxanda gördük ki, kəndin yarısı boşalıb. Evlərin qapıları açıq qalıb. Həyətdə bir-iki yorğan, nə bilim, qab-qacaq belə qalıb. Sonra bizi Xan kəndinə göndərdilər. Bəs o oğlan hardadır? Kənanı deyirsən? Onun adı çəkiləndə elə bil üstümə qaynar su tökdülər. Heç vaxt ağlıma gəlməmişdi ki, adını öyrənim. Artıq tanış olmusunuz? Yox, onu nə qədər danışdırmaq istədim, danışmadı. Bircə adını bilirəm. Əziz dayı soruşanda dedi. Sonra da çıxıb getdi. Hara getdi? Bilmirəm. Deyəsən o bir otaqlarda dostlarını axtarır. Dağ yollarından üz yuxarı. Mənim qızlarım, gəlin bura, gəlin. Siz bir yerdə oxuyursunuz? Yox, ayrı-ayrı universitetlərdə oxuyuruq. Amma mən 3-cü kursam. O isə 1-ci kursdur. Qızım, sənin adın nədir? Aysel. Mənim də sizin boyda nəvələrim var. Hamısı üçün narahatam. Onlar da atadan, anadan ayrı düşüblər. Əziz kişi buradadırsa, heç zad ola bilməz sizə, heç vaxt. Şəhərdən Fikrət müəllimlə danışıram, müharibədən. Evakuasiya nədir ki? Biz aylarla səngərdə qaldıq. Bu bunkerlərdə Sovetin vaxtından tikiblər. Bakı cəmaatı bilmir. Amma paqonlu adamların çoxu bilir ki, metronun altında böyük qəsəbələr var. Bu qəsəbələrə 100 minlərlə adam yığmaq olar. Əziz dayı, bəs sizcə bizi niyə bura salıblar? Görünür, müharibədə kimyəvi silahdan istifadə olunub. Nə müharibə? Bakıda müharibədir? Yox qızım, bizim ölkədə sülh, əmin-amanlıqdır. Amma dünyanın dörd bir tərəfində müharibə var. Bunun bizə nə dəxli? Bizdəki sülhdür. Əgər kimyəvi silah burada atılmayıbsa, bizi niyə bunkerlərə yığıblar? O silahlar Amerikada atılsa, təsiri bura gəlib çıxır. Minlərlə kilometr uzağa yayıla bilir. Çox güman ki, hansısa nüvə zavodudur. İndi də bizi bura yığırlar ki, biz də zəhərlənməyək. Yaxşı əziz dayı, tutaq ki, düz deyirsiniz. Bəs bu bunkerdən nə qədərdir ki? 3 milyonluq Bakını yerin altına necə yığacaqlar? Bala, bax onu mən də bilmirəm. Yəqin ki, çox adamı qoymurlar evdən bayra çıxsın. Yəqin ki, bizi evakuasiya eləyəcəklər. Dayı, o nə deməkdir ki? Kızım, görmüsən filmlərdə zəlzələ, nə bilim, vulkan olan yerləri, dövlət yığır cəmaatı avtobuslara, maşınlara, təhlükəsiz yerə köçürürlər. Bizi də yəqin Yevlağa köçürəcəklər. Bəlkə də NATO'nun hərbi bazası olacaq Bakı. Burada bəlkə müharibə davam elədi, hə? Amma siz heç narahat olmayın. Əziz dayı, sizin danışdıqlarınızdan sonra necə narahat olmayaq? Bəs bizim anamız, atamız... Yaxşı ki, biz qızlar tez dostlaşa bilirik. Telefonlarımız olsaydı, artıq 3-4 şəkil çəkib Instagrama da qoymuşduq. Elə Instagram demişkən, əgər internet olsaydı anama yazardım.
Yazardım ki narahat olmasınlar. Soruşardım hardadılar. Nə vaxt olsa açıb oxuyardılar onsuz da. Dünənə baxanda insanlar daha az heyecanlıydılar. Yəqin bir-biri ilə tanış olduqlarına görə özlərini tənha hiss etmirdilər. Skandinava heç öyrəşə bilmirdim. Onun süni gülüşü məni dəli eləyirdi. Xanımlar, cənablar, əziz həmvətənlərim, sizinlə bu pis xəbəri bölüşməyin vaxtı gəlib çatdı. Tiflis şəhərində kimyəvi zavod partlayıb. Qonşu ölkədə baş verən bu partlayış nəticəsində yüksək radiasiya şəhərimizə yayılıb. Və yaxın bir neçə həftə ərzində sizin burada qalmanızı xahiş edirik. Bu radiasiya sizdə dəri xərçəngi, vərəm, beyin işləri korluğu və digər ölümcül xəstəliklər yarada bilər. Bunker qalın beton pillələri ilə radiasiyadan qorunmaqdadır. Ona görə burada heç bir narahatçılığa əsas yoxdur. Bu həftələr ərzində sizinlə bir neçə seminarımız olacaq. Əyləncəli viktorinalar və müxtəlif tədbirlər keçirəcəyik ki, darıxmayasınız. Bir daha deyim ki, əgər kimsə qaydaları pozsa, bizim dediyimiz çərçivədən kənar hərəkət etsə, onu həbs gözləyəcək. Əziz bacılar, qardaşlar, ölkəmiz üçün təhlükəli bir məqamdır. Hamınızdan güclü və səbirli olmağı xahiş edirəm. Burada sizin adlarınız yazılıb. Zəhmət olmasa, başdan sona kimi hər kəs öz adının qarşısında qol çəksin. Sizin adlarınıza əsasən sizi digər bunkerlərdə yerləşdirdiyimiz yaxınlarınızla görüşdürəcəyik. Narahat olmayın, ölən və yaralanan yoxdur. Radiasiya partlayışdan 20 dəqiqə sonra Bakıya çatıb. Siz o vaxt artıq avtobuslardaydınız. Radiasiyanın sizə təsir etməsi üçün 3 saat vaxt lazımdır. Qol çəkin, sonra palatalarınıza gedin. Nahardan sonra viktorinamız olacaq. Əziz dayı qaşqabağını salıb stol üstü lampaya baxırdı. Deyəsən müharibə söhbətinin düz olmadığına üzülmüşdü. Axı düz bir gündür qabağına çıxan hamıya bu mükəmməl nəzəriyyəsini danışırdı. Onun zehni üstünlüyü düz bir sutka sürdü. Və yenə səssizliyini pozmayan Kənan. Çox istəyərdim ondan soruşum ki, bəyəx niyə güldü? Amma soruşa bilməzdim. Birincisi, mən iclas vaxtı niyə onun üzünə baxırdım? İkincisi də, lap güldüsə də bunun səbəbini başqasına niyə desin? Xahiş edirəm, təmkinli olun. Telefonunu bana ver görün. Düdüklərə bax elə. Anlamırsınız, burada telefon yoxdur. Aya, telefonunu bana. Boğdu vuraram indi bütün bura. Mən sizə heç cür kömək edə bilmərəm. Bir dənə zəng eləyəcəm də, bunu hərəkət eləyirsən. Sən bilirsən kimlə danışırsan? Qışqırmaq lazım deyil, səbirli olun. Telefonunu bana küçüyün biri küçük. Hörmətli həmvətənlərim, bir daha xatırladırıq. Əgər kimsə qaydaları pozsa, cəzalanacaq. Səbirli və mədəni olun. Bizim xalqımız mədəni xalqdır.